Salam aleykum şeyx. Və aleykum salam. Şeyx, həmçinin bəziləri belə fikir irəli sürürlər ki, və deyirlər ki, bir özünüzə baxın, gör neçə qola bölünmüsünüz. Və həmçinin deyirlər ki, Allaha söylənə, axirəti inkar edənə üzr getirərək rizalığın dibindəsiz. Elhamdülillah. Bilirsiniz, biz bölünməyik, sələflər bölünməyib. Sələflər bölünməyib. Biz hələ öz əqidəmizdə, öz üsulumuzla gedirik. Əhl-i-Sünnə və Cəmaənin hansı ki bizə Məhəmməd Əbdülvahhab yox. Ondan öncə İbn Teymiyyə də yox. Ondan öncə Peyğəmbər, Quran, Peyğəmbər, sahabələr, tabiinlər, sonra tabiindən sonra gələnlər, təbəli atbə və s. olan yolunda olan alimlər, İmam Əhməd, İmam Muzəni və başqaları hansı ki bizə usul yazıblar, qaydalar, əsaslar. O əsaslarla gedirik. Bu birinci. Biz o əsasda sələflər bölünməyib, elhamdülillah. İkinci deyib nə? Allah söylən, bir də axirəti inkar, yəni üzr görürük və ircalığın dibindəyik. Yox, səhvdir yenə, o başa düşməyib. Bu irca sözü bu axırı vaxtlar başladı. O təxminən 20-ci əsrdə təxminən bu ixvanlarla əsasən bu Məlikə ən birinci dəfə hətta namaz qılmayanı, kafir görməyəni murci deyən Səfər Havali oldu. Saudiyada bir hizbi alim. Ondan sonra başladı. Bu da batıl fikirdir. Biz birinci murciyələrdən uzaqıq, elhamdülillah. Biz murciyələrin əleyhinəyik. Biz deyirik, elhamdülillah, iman dillə demək, qəlblə təsdiqləyib, əməllə göstərməkdir. Qəlblə təsdiqləyib, əməllə göstərməkdir. Yəni, əməl imandandır biz deyirik, əməli ayırmırıq. Həmçinin biz deyirik, imanda istisna var, biz deyirik, günah imana zərər verir, biz deyirik, iman azalır, çoxalır, itaətlə çoxalar, asiliklə azalar. Bunlar hamısı və s. Bunlar hamısı belə deyən murci olur məyər? Sadəcə müəyyən hizbi meyllilər var, hizbi fikirli adamlar, onlar və onlardan təsirləri kimsə ola bilsin. Bu sözləri işlədirlər. Birinci, Allah və Rasulunu söyləyən kafirdir, Allah və Rasulunu və dini söyləyən kafirdir. Və ya axirəti inkar edən kafirdir. Söhbət müəyyəndən gedir. Müəyyənə danışanda biz gərək bəyənliyik. Onlar bunu ayıra bilməyiblər, bu incəliyi tuta bilməyiblər. Biraz məsələ çətindir, hər adam başa düşməklə deyil, yəni başa düşməyin miqdarında deyil. İnsan ehtiyacı var biraz geniş məlumata. Yəni alimlərdən deyən olub. Şeyx Ubeyd Cabir rahimehullah, ona sual verirlər. Şeyx, bəzi sələf alimləri Allah söylən barədə cahillik üzr görüblər. Şeyx də deyir ki, rahimehullah, demir ki, yox, görən yoxdur. Şeyx deyir ki, inkar eləmir, isbat edir, təsdiqləyir onu. Şeyx deyir ki, sadəcə deyir ki, o alimlər ki, görüblər, o cahillik üzr, cahilin bütün mütləq şəkildə yox. Mütləq şəkildə, doğrudan da düz sözdür, mütləq şəkildə yox. Ola bilər insan varmayıb, nə danışıb, varmayıb. Çünki üzrlər var, hətta Allah'a söyləndə, məsələn, qəzəblə söysə, fərəhin şiddətinə və ya ikra altında. Bunlar üzrlüdür. Sadəcə birdən cahillik olsa, varmır nə danışır və ya onun üçün o söz heç nədir. Öz anasında elə yerlər var ki, məsələn, söyürlər, adi şeydir orada. Varmırlar nədir? Və ya məsələn, adətdir, varmırlar nədir? O, bəzi alimlərin sözləri var bu barədə. Ona görə biz bunu dedik. Burada söhbət gedir müəyyəndən. Amma ümumən biz deyirik Allah və Rasulunu və dini söyləyən. Hətta alimlər, məsələn, Məhəmməd Əbdülvahhab deyir, əgər Allahın dini söyürsə, ona bəyan olunur. Dərhal təkfir yoxdur. Baxmayaraq, bəli, biz ümumən deyirik ki, Allah, Rasulun və dini söyləyən kafirdir. Amma birdən müəyyənə gələndə baxacaq, şeyx deyir, nə deyir? Deyir, bəyan olunacaq ona. Əgər bəyandan sonra da israr eləsə, ondan sonra. Həmçinin bu məsələni biz danışanda, burada bir dənə söhbət məsələnin özündən getmir. Ümumiyyətlə, təkfir barədə bu qapını hər adama açmaq düzgün deyil. Onlar başa düşmürlər sadəcə. Təkfir məsələsində alimləri tərk eləmək lazım bu məsələni. Həmçinin şirk eləyən. Biz deyirik ki, şirk eləyən müşrikdir ümumən.
Amma müəyyənə gələndə hər şirk ola bilər, kiçik şirk olsun, ola bilər, böyük şirk olsun. Hətta böyük şirkdə Şeyx Ozana sual verirlər ki, ya Şeyx, bəs böyük şirkdə cahilli üzürdür, Şeyx deyir, cahilli üzürdür. Hə, indi murci oldu. Hə. Çoxsu bunu danışan cahillər, savadsızdılar və ya nəsə problemləri var, deyə bilmirlər. Bunu əsas götürüb, bununla başlayırlar şübhə sələflərə qarşı şübhə atmağa. Aydın mı qardaş? Buyur.